Salam, mən İlayda Əbsətlər. 3 ay müddətində IELTS hazırlaşaraq ümumi 8 bal toplamışam. İngilis dili mənim maraq dairələrimdən biridir. Bu dilin həyatımda necə işlək bir vəziyyətdə olduğunu və necə böyük bir rola sahib olduğunu nəzərə alaraq daha da təkmilləşdirmək istədim. Nəticədə IELTS imtahanı vermək qərarına gəldim. IELTS-ə hazırlaşarkən ən yaxşı təhsil məkanlarından biri hansıdır sualı altında bir axtarışa çıxdım və seçimlərim arasında Shein Akademi də vardı. Və bugünkü nəticələrimə baxaraq çox düzgün bir qərar aldığımın fərqindəyəm. Baxmayaraq ki, hazırlıq müddətim 3 ay oldu, mən onu tam 3 ay saymıram, çünki bu qədər müddətdə mən həmçinin imtahan sessiyalarım, əlavə yan işlərlə də məşğul olmuşam. Belə bir qısa müddət ərzində istədiyim balı toplamaqda Jali müəllimə ilə Humay müəllimənin dəstəyi danılmazdı. Onu da vurğulamaq lazımdır ki, əgər yüksək bal almaq həqiqətən sizin məqsədinizdirsə, burada sadəcə oxuduğunuz təhsil məkanını arxalamamalısınız. Yüksək bal toplamaq üçün, istədiyiniz hədəfə çatmaq üçün öz hörmətiniz də çox vacibdir. Yaxşı ki, Shein Akademi.